Salam, hörmətli tamaşaçılar, sizləri Azərbaycanın ilk internet televiziyası Kanal 13-dən gerçəklik verilişindən salamlayıram. Bugün biz studiyamızda tarix elminin əsas problematikasından, tarixin öyrənilməsində olan problemlərdən, eyni zamanda uğurlardan və perspektivlərdən danışacağıq. Mən qeyd edeyim ki, bizim studiyamızda öncələr də millət vəkilləri verilişimdə qonaq olubdu. Biz daha çox siyasi məsələlərdən müzakirə etmişəm. Bu konkret olaraq bugün biz elmi məsələləri müzakirə edəcəyik. Studiyamızın qonağı isə çox tanınmış bir insandır. Tarixçi, ali millət vəkili Musa Qasımlıdır. Musa müəllim, ilk öncə çox sağ olun, təşəkkür edirəm ki, gənclərin dəvətini qəbul etdiniz, verilişimizdə iştirak edirsiniz. Və elə Musa müəllim, ilk sualı sizə ünvanlamaq istəyirəm. Musa müəllim, hazırki dövrdə tarix elmindəki aktual problemlər nələrdən ibarətdir? Dəvətə görə təşəkkür edirəm, sizin kanala uğurlar arzulayıram. Təbii ki, tarix elmində araşdırılması qadağan edilən bir mövzu yoxdur. Bu elə mövzular Sovet dövründə kommunist ideologiyasının hakim olduğu bir şəraitdə var idi. İndiki dövrdə Azərbaycan müstəqil bir ölkədir. Tarixçilərin üzərində qadağalar yoxdur. Tarixçilər istədikləri mövzuları götürüb araşdıra bilirlər. Amma fikrimcə müstəqillik şəraitində tarixçilərimizin qarşısında bir sıra çox vacib məsələlərin araşdırılması durur. Bunlar hansılardır? Təkrar edirəm, qadağan olunmuş, araşdırılması yasaq edilmiş mövzular bugün bizim tarixçilərimizin qarşısında yoxdur. Tarixçi istənilən bir mövzunu, arzuladığı bir mövzunu götürüb araşdıra bilər. Ancaq məsələnin başqa tərəfləri var. Hansıları biz xüsusən aktual olaraq araşdırmalıyıq. Bilirsiniz ki, tarix o dövrün indikilər üçün, indiki tarixçilər üçün bir problemin araşdırılması o dövrdə yürüdülən siyasətdir. Tarix dövrün siyasətidir. Bugünkü günün siyasəti gələcəyin tarixidir. Tarixlə siyasətin bir nisbəti var. Amma ölkəmiz üçün ən aktual məsələlərdən biri, heç şübhəsiz, Ermənistanın Azərbaycana təcavüzü, davakar separatizm nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi, ermənilərin Azərbaycana təhdidləri, təcavüzü ilə bağlı tarixi araşdırmaları aparmaqdır. Biri budur. Araşdırılması zəruri olan mövzulardan biri bizim dövlətçilik tariximizlə bağlıdır. Niyə dövlətçilik tariximizlə? Çünki həm çarizm dövründə, həm də Sovet dövründə tarix kitablarına çalışırdılar ki, belə deyək, qaçaq quldurun tarixi girsin. Az qala xalqa göstərsinlər ki, sən dövlət qurucu bir xalq deyirsən. Buna baxmayaraq, doğrudur, bizim tarix kitablarımızda dövlətçilik tarixi var idi. Məsələnin başqa bir tərəfi Azərbaycan Xalq Cumhuriyyəti dövrüdür. 20-30-cu illərin araşdırılması aktualdır və sonraki dövrlər 70-80-ci illər, ümumiyyətlə bütün Sovet dövrünün tarixi araşdırılması əhəmiyyətlidir və hesab eləyirəm ki, bugün bizim tarixçilərimizin qarşısında çox geniş perspektivlər var. Azərbaycanın daxili və xarici siyasətinin araşdırılması, qonşu ölkələrlə münasibətlər, bundan ötürü də geniş imkanlar var. İndi bu tarixçi üçün imkanlar nədir? Siz bilirsiniz ki, tarixi yalnız istedadla yazmaq mümkün deyil. Deyək ki, bir şair, yazıcı təyyarədə oturub bir şeiri yaza bilər, təbii gəlirsə. Tarixçi isə mütləq arxivlərə getməlidir. Arxivin, belə deyək, kif basmış, toz basmış sənədlərini, arxiv materiallarını oxumalıdır, mənbələr toplamalıdır. Tarixçi mənbələrin əsasında əsərini yazır və burada ilk növbədə zəhmət, sonra istedad gəlir və hesab eləyirəm ki, müstəqillik dövründə bizim tarix elmimiz kifayət qədər uğurlar əldə eləyib. Təbii ki, görüləsi işlər də çoxdur. Musa müəllim, bir məsələyə toxunmaq istəyirəm. Sizcə, hazırki dövrdə xüsusən biz 21-ci əsr Azərbaycan tarixi, müasir tarix, həqiqətən mən özüm də orta məktəb bitirərkən kifayət qədər 11-ci sinifin Azərbaycan tarixi dərsində yer alıbdır. İstər Xalq Cumhuriyyətdə, təbii ki, Xalq Cumhuriyyət dövrüdə. Ümumiyyətlə, sizcə, elə bu Xalq Cumhuriyyətinə bağlı sizin bir verilişinizi izləmişdim, müsahibənizi, xüsusən Xoyski
dönəmindən bağlı orada açıqlamalarınız var idi. Bununla bağlı bir sual vermək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrü sizcə hazırda uğurlu şəkildə öyrənilirmi və ümumiyyətlə Xalq Cümhuriyyəti dövründə baş verən tarixi proseslər obyektiv şəkildə tədris olunurmu? Bilirsiniz ki, Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı araşdırmalar demək olar aparılmamışdı. Mən 20-ci illəri nəzərdə tutmuram. 20-ci illərdə bu dövrlə bağlı araşdırmalar vardı. Rayevskinin və digərlərin, Ratqauzerin, digər tədqiqatçıların əsərləri vardı. Və hətta Cümhuriyyət dövründə belə Azərbaycan tarixi ilə bağlı müəyyən araşdırmalar aparılmışdı. Sovet dövründə isə bu araşdırmalar demək olar aparılmadı. 18-20-ci illər dövrü araşdırıldı. Ancaq hansı baxımdan? Vətəndaş müharibəsi baxımından, Bakı Soveti, Bakı Xalq Komissarları Soveti baxımından araşdırıldı. Daha çox kommunist ideologiyası yönümündən araşdırılırdı. Azərbaycan Xalq Cümhuriyyətinin üstündən sükutla keçilirdi. Bu bir tarixin bir tərəfli öyrənilməsi idi. 80-ci illərin sonlarına yaxın Sovet İttifaqında bir nisbi yumşalma baş verdi və ilk tədqiqat işləri yazılmağa başladı. Və hesab eləyirəm ki, Cümhuriyyət dövrü ilə bağlı kifayət qədər dissertasiya işləri, əsərlər, məqalələr çap edilib. Ancaq bununla belə həmin dövrün tam bütöv şəkildə araşdırıldığını bir mənalı olaraq, yekun olaraq söyləmək doğru deyil. Çünki bəzən bilirsiniz ki, bayaq söylədim, tarixçi mənbələr əsasında öz əsərini yazır. Yeni bir mənbə üzə çıxa bilər, əvvəlki yazılmış bütün fikirləri alt-üst eləyə bilər və ya tamamlaya bilər və ya dəyişdirə bilər, təsislər, düzəlişlər edilə bilər. Ona görə demək ki, yazıldı, bitdi, bu doğru olmazdı. Ümumiyyətlə, tarixi tədqiqatlarda son nöqtə heç vaxt qoyulmur. Kimsə söyləyə bilməz ki, bunu mən yazdım, bitdi, daha nə vaxtsa yazılmayacaq. Belə olsaydı, heç elm də olmazdı. Yalnız bir və ya bir neçə əsər yazılardı. Və hesab eləyirəm ki, Cümhuriyyət dövrü ilə bağlı bizdə kifayət qədər araşdırmalar var. Cümhuriyyət dövrünün xadimləri ilə bağlı kitablar var. Bizim, məsələn, Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti mənim kitabım dərc olundu. Sonra biz Elmira xanım Hüseynova ilə birlikdə Azərbaycanın Xarici İşlər Nazirləri kitabını yazdıq. Sonra Cavid müəllim Hüseynovla birlikdə Azərbaycanın baş nazirlərini yazdıq. Fətəlxan Xoyskidən başlayaraq tam müasir dövrə qədər. Bu bizim dövlətçilik tariximiz üçün vacibdir. Yəni, hər bir gənc orta məktəbdə oxuyan və yaxud da ali məktəbdə oxuyan kitabları oxuduqda onun dövlətçilik şuuru, dövlətçilik hissləri güclənməlidir ki, onun dədələri, babaları hansı yolu keçib gəliblər, nələri ediblər, nələri edə bilməyiblər və onlar haralarda səhv buraxıblar və daha yaxşı nəyi etmək olar. Tarix bundan ötürüdür, tarix ibrət almaqdan ötürüdür. Tarixi oxuyub sadəcə bir kənara qoyulursa, onun heç bir faydası olmaz. Tarixdən də həmişə bu bir qaydadır. Od götürmək lazımdır. Od nədir? Xalqların tarixinə diqqət yetirsək, görərik ki, heç də bütün xalqların tarixi yalnız qələbələrdən və ya yalnız məğlubiyyətlərdən ibarət deyil. Məğlubiyyətlər də var, qələbələr də var. Amma xalqın tarixində yalnız məğlubiyyətlər dərsliklərə düşə bilməz. Yəni, onda onu oxuyan şagird də özü qısılacaq, kiçiləcək, fikirləşəcək ki, mənim babalarım, dədələrim yalnız uduza gediblər, məğlub ola gediblər, bu xalqın tarixi yalnız qara səhifələrdən ibarətdir. O zaman onda milli ruh yüksələ bilməz, o daim psixoloji bir baskı altında ola bilər. Buna görə mən elə gəlir ki, hətta elə ölkələr var, onların tarixində olan məğlubiyyət hadisələrini onlar dərsliklərə salmazlar. Sadəcə bəzən bir cümlə ilə üstü örtülü şəkildə gedərlər. Kimsə tarixi araşdıracaqsa, ciddi araşdırmalar alimlər araşdıracaq, amma orta məktəb şagirdləri üçün və ya ali məktəb dərsliklərinə bunlar salınmaz. Əlbəttə, bunu qadağan etmək olmaz, çünki o tarixdə var. Ancaq tarixə yanaşmada böyük bir dövlət siyasəti. O nədir? Tarix dərsliyini oxuyan şagird onunla qürur duymalıdır. Öz milli dövlətçilik hissi, vətənpərvərlik hissi, milli şuur, milli inkişaf bunlar güclənməlidir və beləliklə rəqabətə davamlı
ölkənin bir vətəndaşı olmalıdır və tarixi öyrənməlidir, tarixin təcrübəsini əks eləməlidir. Müsəlman, tarix fəlsəfəsinə dair bir Yapon alimi var, Fukuyama. Onun məşhur bir tarixin sonu əsəri var. Orada çox maraqlı bir sitat var. Mən daim ixtisasımla da bağlı araşdırıram, oxuyuram. Belə bir sitat var ki, bəşər nəslinin sonu yetişməkdədir. Önümüzdə artıq bəşər nəsli öz sonunu daha da uzaqlaşdırmaq üçün çalışacağı üçün tarix də insanlara maraqsız gələcək və tarix elmi artıq öz aktuallığını itiribdir. Və siz bu fikirlə razısınızmı? Bilirsiniz, o fikirləri mən oxumuşam, amma siz bilirsiniz ki, o sonradan bəzi fikirlərindən özü də etiraf elədi ki, yanlış yazıb, səhv yazıb. Hesab eləyirdi ki, artıq soyuq müharibə başa çatandan sonra artıq tamamilə keçəcək belə sivilizasiyalar arası mübarizə, dinlər arası mübarizəyə. Amma siz görürsünüz ki, soyuq müharibə də başa çatıb, artıq mübarizə gedir. Deməli, sırf bir növ dövlətlərin maraqlarının üstündə önə çıxan bundan ibarətdir. O ki, qaldı tarixlə bağlı olan məsələ. Biraz buna biz çox ciddi baxmalıyıq. Bəzi xarici ölkələrdə tarixi, belə deyək, elmi əsasları olan elm kimi qəbul etmək üstündə müəyyən mübahisələr də var. Onlar nəyi götürürlər? Deyirlər ki, tarix dövrün siyasətidir. Dövrün siyasətində müxtəlif maraqlar toqquşur. O maraqlar hər bir qrupların özünə aid olan sənədlərdə öz əksini tapır. Bir neçə 10 il sonra, 50 il, 100 il sonra tədqiqatçı gəlib baxanda hansının doğru, hansının yalan olduğunu müəyyənləşdirə bilmir. Ona görə tarixi tədqiqatlarda adətən, belə deyək, tam %100 obyektiv tarixi tədqiqatdan söhbət getmir. Çünki burada siyasi maraqlar, digər maraqlar toqquşur. Tədqiqatçının üzərinə düşən vəzifə bundan ibarətdir ki, tədqiqatçı bütün tərəflərin mövqələrini verməlidir. O dövrün mənzərəsini yaratmalıdır. Tədqiqatçı arxiv materiallarını müasir dövrə gətirib müasirləşdirməməlidir. Arxiv materialları ilə o dövrə gedib onu təhlil eləməlidir. Onu araşdırmalıdır və bütün tərəflərin mövqələrini verməlidir. Və siz bilirsiniz ki, əslində indi dünyada tarixə, tədqiqatlara, tarixin öyrənilməsinə maraq artıb. Əgər əvvəllər elə ölkələr vardı ki, onlar tarixə çox maraq göstərmirdilər, deyək ki, iqtisadiyyata maraq göstərirdilər. İndi isə həmin ölkələrdə tarixi tədqiqatların sayı getdikcə artmağa başlayır və mən hesab eləyirəm ki, tarixə olan maraq qətiyyən azalmır. Bu nə ilə bağlıdır? Tarixlə və tarixin əsasında müasir siyasəti qurmaq olmaz. Amma yalnız onun əsasında davam etdirmək olmaz. Amma tarixi bilmədən də siyasəti yürütmək olmaz. Yəni, mütləq siyasət yürüdülərkən bir tarixə də, keçilən yola da nəzər yetirilir və təbiidir ki, baxın, həmişə geriyə baxaraq yol getmək, arxaya getmək olmaz. Bunu mən tarixə nəzərən bunu söyləyirəm. Amma müəyyən bir mərhələyə keçdikdən sonra dayanıb, keçilən yola diqqət yetirmək lazımdır. O tarixi bir əks eləmək lazımdır. Təcrübəni öyrənmək lazımdır. Nələrdə doğru edilib, nələrdə səhv edilib, onları təhlil eləyib, bir ümumiləşdirmələr aparmaq lazımdır. Müsəlman, mənim üçün çox maraqlı olan bir sual var. Ümumiyyətlə, mən bir çox tarixçiyə bu sualı vermişəm. Tarixi obyektiv elm hesab eləmək olarmı? Mən sizə bunun cavabını söylədim. Baxın, konkret misal söyləyirəm. 1917-ci il oktyabr çevrilişi. Burada tərəflərə biz diqqət yetirək. Oktyabr çevrilişində bolşeviklər müvəqqəti hökuməti devirib hakimiyyətə gəldilər. Müvəqqəti hökumət qurulmuşdu. 1917-ci il fevral inqilabının nəticəsində Romanovlar sülaləsi hakimiyyətdən getmişdi. Bolşeviklərin burada rəqibləri var idi, eserlər, menşeviklər və digərləri. Həmin dövrün sənədlərinə baxaq. Bolşevik sənədlərində bunlar inqilab kimi, düzdür, əvvəl çevriliş kimi yazılırdı, sonra inqilab kimi nəzərə çatdı. Müvəqqəti hökumət bunu dövlət çevrilişi kimi qələmə verirdi. Digərləri də müxtəlif cür qələmə verirdi. Deməli, tarixçinin burada vahid bir standartlar, tarix elmində bu standartlar varmı? Tarixçi bu məsələlərə necə yanaşmalıdır? Tarixçi əgər sırf bunu bolşevik mövqeyindən yanaşacaqsa, necə Sovet dövründə yanaşılırdı, bu bir tərəfli olacaq. Yəni, medalyonun bir tərəfi görünəcək, o biri tərəfi görünməyəcək. Mütləq tarixçi burada bütün tərəflərin mövqelərini ortaya qoymalıdır. Ümumiyyətlə, yadınızda saxlayın, bütün dünyada qəbul olunmuş bir, belə deyək, postulat var. Tarix bir süjetli olmaz. Kim tarixi bir süjetli yazırsa, fikir verin, o biri məqamlar arxa planda qalır.
Bir süjetli tarix adətən olar bənzər hekayəyə və yaxud da novelliyə bənzər. Tarix çox tərəflidir, çox şaxəlidir, çox yönlüdür və tədqiqatçı bütün bunların hamısını əhatə eləmək imkanında olmasa da belə, ən azı onlar haqqında düşündürücü bir material verməlidir ki, filan tərəflərin də mövqeləri necə olub. Ona görə adətən söylərlər ki, obyektiv tarixi yazmaq nə qədər müəssər olur. Belə bir ümumiyyətlə bir müəssərlik varmı? Deyək ki, baxaq 15-ci əsrə aid olan tarixin müəyyən bir hissəsinə. Həmin dövrü biz nələrin əsasında öyrənirik? Mənbələrin əsasında bir kitab yazılıb, o kitaba nəzərən biz dövr haqqında fikir yürüdürük. Amma biz özümüz o dövrə gedə bilmirik. Tarixin fərqliliyi deyək ki, fizikadan, kimyadan, riyaziyyatdan bundan ibarətdir. Kimyada, laboratoriyada bir alim bir məşğələsin laborator deməli müayinəsini aparır, onun nəticələrini dəfələrlə yoxlaya bilər. Amma tarixçi öz tədqiqatının nəticəsini necə yoxlaya bilər? 200 il qabağa gedib yoxlaya bilmir. O, yəni sənədlərin əsasında bunu işləməlidir. Müxtəlif tərəflərin mövqeyini ortaya qoyursa əgər, bu obyektivdir. Yox, əgər bir süjetli yazılırsa, o zaman tarixin həmin dövrün digər prosesləri isə kənarda qalmış olur. Bəs Musa müəllim, hazırki dövrdə istər orta məktəblərdə, istər ali məktəblərdə, Azərbaycanda tarix, ən azından ölkəmizin tarixi, yəni burada ümumi dünya tarixindən də bəhs edə bilərik. Sizcə tam obyektiv deməyək də, obyektivliyə yaxın şəkildə tədris olunurmu şagirdlərə və tələbələrə? Siz burada dərslik məsələsinə toxundunuz. Bilirsiniz necədir? Burada biz çox dəqiq və doğru ifadələr seçib işlətməliyik. Biz 20 ildən biraz çoxdur müstəqillik. Bu müstəqillik dövrü tarixinin bizim üçün ən böyük nailiyyəti ondan ibarətdir ki, bizim şagirdlərimiz məktəblərə ana dilimizdəki dərsliklərimizlə gedirlər. Riyaziyyat, kimya, tarix, ədəbiyyat, istənilən fənlər üzrə olsun. Bu bizim ən böyük uğurlarımızdan biridir. Amma o ki, qaldı dərsliklərin keyfiyyəti məsələsində. Ümumiyyətlə, dünyanın heç bir ölkəsində ideal dərslik yoxdur. Bunu düşünmək, belə arzulamaq yaxşı bir şeydir. Amma gerçəkdə ideal dərslik olmur. Dərsliklər daim təkmilləşir, üzərlərində təsislər aparılır və bizim tarix dərsliklərimizdə də bu məqamlar müsbətdir. Amma desək ki, dərsliklərimiz, xüsusən mən tarix dərslikləri haqqında öz mülahisələrimi bildirirəm, idealdır, əksikləri yoxdur, qüsurları, nöqsanları yoxdur, bu yanlış olardı. Nədir tarixin əsas məsələ? Tarixdə əsas məsələ xronologiya və rəqəmlər deyil. İqtisadiyyatda rəqəmləri siz təhlil eləməsiniz, quru və cansıxıcı rəqəmlər olacaq. Tarixdə də siz xronologiyanı təhlil etməsəz, xronologiya müəyyən bir hadisə, prosesin başlanması üçün təməldir, nöqtədir və onun gedişində və ya nəticəsində ortaya çıxan bir məsələdir. Siz onu təhlil eləməsəz, tarix siz üçün quru və cansıxıcı olacaq. Ona görə mütləq tarix dərsliklərindən sözçülük, xronologiya, statik düşüncə yığışdırılmalıdır. Məsələn, elə mövzulara rast gəlirsiniz ki, müharibə dövründə göstərilər. Neçə adam öldü, neçəsi yaralandı, neçəsinin qıçı qırıldı, neçəsi əlil oldu, neçə bina dağıldı. Doğrudur, bunlar lazımdır. Bunları tədqiqatçılar başqa kitablarda araşdıra bilərlər. Amma şagird mütləq tarixin fəlsəfəsini başa düşməlidir. O, bu tarixi, müharibəni nəyə görə öyrənir? Deyək ki, əgər onun dədə-babaları bu müharibədə məğlub olublarsa, niyə görə məğlub olublar? Çatışmazlıqlar nədən ibarət idi? Hansı qüsurlar oldu ki, məğlub oldular? Və yaxud da qələbə çaldılarsa, nəyin əsasında qələbə çaldılar? Bu qələbə onlara nə gətirib çıxartdı? Məğlub oldusa, məğlubiyyət onlara nəyi gətirdi, verdi və buna bir daha düşməməkdən ötürü o tarixdən ibrət almalıdır. Yəni, bəzən söylərlər ki, tarixdən dərs alınarsa, elə tarixin səhvləri təkrar olunar. Tarixin dərslərindən ibrət almaq lazımdır ki, o səhvlər təkrar olunmasın. Bu baxımdan bizim dərsliklərimiz təkmilləşir. Mən sizə bir məsələni də burada xatırlayın, biləsiniz. Əvvəlki dövrlərdə dərsliklər necə yazılardı? Bir qrupa nazirlik tapşırırdı, yazılırdı. Həmin qrupda nə yazsaydı,
onsuz da keçirdi. Və dərsliklərin dili bəzən ağır olurdu. Hətta orta məktəb şagirdi o dərsliyi oxuyanda bir növ öz tarixindən üz döndərirdi. Fikirləşirdi ki, bu nə tarixdir, qatlayıb atırdı. Amma tarixi oxuyanda gərək sevə-sevə oxuyasan və öz tarixinə bir rəğbətin ola. Son illərdə dərsliklərin yazılmasında tender usuluna keçilib. Artıq burada tender elan olunur, nəşriyyatlar özləri müəllif kollektivlərini yığırlar və rəqabət əsasında dərsliklər yazılır. Bu rəqabət də dərsliklərimizdə müəyyən dəyişikliklərə gətirib çıxardıb, sağlam rəqabətdir. Dərsliklərdə müəyyən düzəlişlər, təsislər əmələ gəlib, dərsliklərdə yaxşılaşma meylləri artıb və mən bunu müsbət qiymətləndirirəm. Ancaq tamamilə gözləmək ki, ideal halda nə zamansa bizdə yaxın bir neçə ildə dərsliklər olacaq, o çox çətindir. Bunu biz qonşu ölkələrimizin də heç birində görə bilməliyik. Amma tarixlə vacibdir ki, xronologiya azalsın, adlar azalsın, yer adları azalsın. Bir də görürsünüz, bir səhifədə 10 xronologiya var, 5 adam adı var, bir 10 yer adı var, neçə rəqəm var. Bu şagirdə heç bir şey vermir. Aydındır. Musam hanım, siz həm də millət vəkili kimi fəaliyyət göstərirsiniz. Twitter sosial şəbəkəsində bir sual gəlmişdi. Konkret olaraq bu elmi islahatlarla bağlı parlamentdə şəxsən Musa Qasımlının özünün hansı təklifləri olubdur? Bilirsiniz necədir? Bu məsələlərlə bağlı hərənin müxtəlif baxışları ola bilər. Mən birinci növbədə ali məktəb sistemində və ümumiyyətlə alim əməyinin qiymətləndirilməsində yekunda əməyin qiymətləndirilməsində bərabərliyin əleyhinə olan bir şəxsəm. Yekunda bərabərlik bu sosializmdən qalan bir şeydir. Hamıya əməyinə görə, hamıya bacarığına görə, hər kəsə əməyinə görə, hər kəsə bacarığına görə. Bu sosializmdən qalan bir şeydir. Startda hamı bərabər ola bilər. Amma heç vaxt finişdə, yekunda bu bir idman yarışına bənzərsə, hamı bərabər gedib çata bilməz. Elmdə də belədir. Bir tarixçi bu il bir neçə məqalə yaza bilər, gələn il obrisi ondan artıq yaza bilər və buna görə də mən hesab eləyirəm ki, alim əməyinin qiymətləndirilməsində yekununda mütləq fərqlər olmalıdır. Əməyə görə qiymətləndirilməlidir. Bir şkala ilə maaşların verilməsi rəqabət hissini aşağı salır. Deyək ki, bir müəllim girib çox gözəl dərs verir, obrisisə vaxt ötürür, bəlkə də eyni maaşlar alırlar. Bir alim gözəl əsərlər yazır, xaricdə məqalələri çıxır, kitabları çıxır, onun maaşı ilə deyək ki, eyni olan bir dosentin və yaxud da professorun maaşı bərabərdirsə, artıq burada biraz fərqlilik var. Ona görə mən hesab eləyirəm ki, bu da bizim mütləq əməyin qiymətləndirilməsinə gəlməlidir. Orada və məsələnin digər tərəfi var, təhsilimizlə bağlı. Bilirsiniz ki, bizdə həmişə müəllimlər tələbələrin biliyini qiymətləndiriblər. Amma əslində biliyi alan, o biliyi verənin biliyini qiymətləndirməlidir. Məsələn, mən özüm universitetdə neçə illər bundan qabaq, artıq bir neçə ildir bu təcrübəni keçirə bilmirəm. Mühazirələrimin sonuna bir 2 dərs qalmış və ya 3 dərs qalmış, anonim sorğular keçirərdim bütün auditoriyada. Bəzən 70-75 nəfər tələbə olurdu. Onlar mənim auditoriyada davranışıma qədər qiymətləndirərdilər. Anonim olduğu üçün hamısı sərbəst yazardı. Bu, tələbələr üçün təkcə deyildi. Eyni zamanda auditoriyaya girən müəllim üçün, şəxsən deyək ki, mənim üçün əhəmiyyətli idi ki, məni dinləyən tələbə hansı mühazirəni yadda qalıb, hansını başa düşməyib və mən harada özüm səhvlər eləmişəm, mənim auditoriyada davranışım necədir, kimlərə xoş gələ bilər, kimlərə xoş gəlməyə bilər. Bütün bunlar hamısı bir professorun auditoriyada öz davranışını tənzimləməyə kömək eləyir, eyni zamanda biliyini artırmağa kömək eləyir. Tarix elmi necədir? Mən sizə futbolla yəqin ki, maraqlanırsınız. Dünyanın ən parlaq bir futbolçusunu, məsələn Messini və yaxud da Ronaldonu siz alın bir komandanın əvəzedici heyətində oturdun. Əgər 10 oyun o şəxs oynamayacaqsa, 10 oyundan sonra top onun ayağına yatmayacaq, oynamağı itirəcək.
alim də, tarixçi də mənim fikrimcə belədir. Əgər tarixçi arxivlərə getmirsə, öz üzərində işləmirsə, yalnız köhnə bagajla auditoriya qarşısına çıxırsa, o artıq getdikcə xərcləməyə başlayır. Yeni bir şey əldə eləyə bilmir. Ona görə formada qalmaqdan ötürü mütləq alim çalışmalıdır, əmək sərf eləməlidir, məhsul ortaya qoymalıdır. O məhsulun da müqabilində ona uyğun maaşını, əmək haqqısını almalıdır. Özdə bu əmək haqqı fərqli olmalıdır. Bu il sizin əmək məhsuldarlığı çox olub, siz yaxşı əmək haqqı alacaqsınız. Gələn il məndə olubsa mən alacağım və yaxud da başqasında olubsa başqası olacaq. Bu vicdanlı, ədalətli rəqabət hissini ortaya gətirəcək. Mənim fikrimcə biz elmimizə bunları gətirməliyik. O da nəyi ortaya çıxaracaq? Belə deyək, ortada yeyib, qıraqda gəzənlər tədricən sıradan çıxmış olacaqlar. Gözəl bir sağlam elmi mühit formalaşacaq. Musa müəllim, həm də parlamentdə bu təhsil haqqında qanun uzun illər müzakirələr olundu. Siz də bu müzakirələrdə aktiv iştirak edirdiniz və nəhayət ki, qəbul olundu. Mən sualı belə vermək istəyirəm. Bilirsiniz ki, Bologna prosesinə artıq keçildi və mən Bakı Dövlət Universitetinin Bologna üzrə ilk məzunlarından olacağam. Bologna prosesi üzrə təhsil alan. Amma bu ali məktəblərdə fərqli tətbiq olunur Bologna. Nəyə görə biz bu vahid mexanizmə keçə bilmirik? Parlamentdə bu məsələləri nə dərəcədə səsləndirmək olar? Bilirsiniz ki, hər bir bu sistemin çoxlu tərəfləri var. Bu ilk olaraq bizə gəlib, yenidir və biz bunu yenicə öyrənirik. Desək ki, tam ideal şəkildə həyata keçirilir, bu mümkün deyil. Məsələn, misallar mən gətirirəm. Amerika Birləşmiş Ştatlarındakı ştatlarında fərqli təhsil sistemləri var. Bəzən onlar heç bir-birinə o qədər də uyuşmurlar. Avropa təhsil sistemi biz bu Bologna sistemini götürmüşük. Amerikalılar son illər Sovet təhsil sistemini öyrənməyə başlayıblar, onun üstünlüklərini öyrəniblər. Təbiidir ki, bu bizim müasir dünyaya əgər biz inteqrasiya eləyiriksə, mən inteqrasiyanı ümumi ifadələr kimi söyləmirəm. Biz doğrudan da təhsilimizi əgər dünyaya qəbul etdirməyə çalışırıqsa, dünyanın qabaqcıl təhsilindən nə isə götürmək istəyiriksə, mütləq bu sistemin üstünlüklərini və qabaqcıl tərəflərini götürməliyik. Bu sistemin üstünlüyü sadəcə nədən ibarətdir? Bilən, oxuyan tələbə qurtarır, diplomunu alır, qurtarmayan çox kobud formada mən söyləyirəm. Oxumayan ala bilmir. Və mən həmişə söyləyirəm ki, bir müəllim əgər auditoriyaya girib dərs verirsə, onun tələbədən imtahan götürməsi məqbul deyil. Burada sən psixoloqsan. Psixoloji amillər var. Müəllimin bir tələbəyə rəğbəti ola bilər, birinin davranışından bəzən xoşu gəlməyə bilər, hərçənd belə olmamalıdır. Üzbəüz imtahan götürülməsini mən həmişə normal hesab etməmişim. Bir zaman biz British Council'da İngilis dili oxuyanda bizim bir müəllimimiz var idi. Belə hesab eləyirdik ki, imtahanda da bu bizdən imtahan götürəcək. İmtahan zamanı o bizə sağ ol deyib getdi və imtahanı tamamilə fərqli insanlar götürdü. Daha yaxşı olar ki, baxın, orta məktəbi qurtarmaqla universiteti bitirənlərin arasında imtahanda vahid bir sistem olsun. Əvvəllər bizim uşaqlar orta məktəbi müəllim qabağında imtahan verib qurtarırdılar. Belədirmi? Universitetlərə girirdilər testlə, semestr imtahanlarını verirdilər ya yazılı, ya müəllim qarşısında. Qurtaranda da yenə ya yazılı, ya müəllim qarşısında imtahan verirdilər. Məncə vahid bir sistemə keçilməsi vacibdir. Bu da nədir? Test üsullarıdır. Test üsulundan gözəl bir üsul yoxdur. Son illərdə Azərbaycana baxırsınız ki, qabiliyyətli uşaqlar, istedadlı tələbələr ali məktəblərə girirlər və ədalət ən gözəl şəkildə qorunur. Son illərdə mən son bir neçə gündə cənab prezidentimizin imzaladığı 2 sənədin böyük əhəmiyyətini qeyd eləmək istəyirəm. Onun biri, orta məktəbləri bitirənlərin imtahanlarını tələbə qəbulu üzrə Dövlət Komissiyasının qəbul etməsidir. Bəlkə də bunları müəyyən insanlar başa düşməyə bilərlər. Amma mahiyyət nədir? Siz bir binanı inşa edirsiniz. Ola bilərmi ki, bu inşa etdiyiniz binanı siz özünüz də təhvil alıb istismara verəsiniz? Öz tikdiyiniz işi. Nə gözəl bir şeydir ki, Təhsil Nazirliyinin hazırladığı, bilik verdiyi şagirdlərin imtahanını tələbə qəbulu üzrə Dövlət Komissiyası qəbul eləyir. Bu, rəqabət hissi yaradır.
Bu şagirdlərdə məsuliyyət hissini artırır, məktəb direktorlarında, müəllimlərdə, təhsil şöbəsinin müdirlərində rəqabət hissini artırır və ədalətli rəqabəti gətirir. Bax, bu tarixi əhəmiyyətli bir qərardır. Bunun müsbət nəticələrini biz yaxın bir neçə ildə görəcəyik. Artıq məktəblərimizdə bir hərəkətlilik yaranacaq. Məsələnin ikinci bir, cənab prezidentimizin imzaladığı ikinci bir sənəd dərsliklərin monitorinqinin tələbə qəbulu üzrə Dövlət Komissiyasının ekspertləri tərəfindən həyata keçirilməsi. Bu nədir? Deyək ki, məsələn, mən dərslik müəllifiyəm. Mən öz yazdığım dərsliyin monitorinqini necə həyata keçirə bilərəm? Amma tələbə qəbulu komissiyasının ekspertləri testlər hazırlayırlar o dərsliklərin əsasında. Onlar dərsliklərdə olan qüsurları, yanlışlıqları və ya çatışmazlıqları görə bilərlər. Təbiidir ki, bu intriqa, dava məsələsinə gəlib çıxmamalıdır. Həmin çatışmazlıqlar Təhsil Nazirliyinə verilə bilər, müəlliflərə verilə bilər ki, onlar növbəti nəşrlərdə bunu nəzərə alsınlar. Bax, bu da bizim cəmiyyətimizə azad rəqabət, buna xaricdə vicdanlı rəqabət deyirlər. Vicdanlı rəqabət və ya sağlam rəqabəti gətirir. Beləliklə, təhsil sistemində əslində bunlar adətən deyirlər, təhsil sistemində inqilab olmaz. Amma bu iki qərar az qala inqilaba bərabər bir şeydir və təhsilimizin sağlamlaşdırılmasına yönəlib və mən də hesab eləyirəm ki, doğrudan da hər bir millətin gələcəyi təhsildədir. Baxın, dünyada elə şey var ki, onu xərclədikcə o qurtarmaz. Onun biri ədəbdir, ərkandır, tərbiyədir, o birisi də bilikdir, insanın analitik təfəkkürüdür. Siz bunu nə qədər xərclərsinizsə, yəni istifadə eləyərsinizsə, o qədər zənginləşərsiniz. Amma nə qədər var dövlət olarsa, xərclərsinizsə, onu qurtarmaq olar. Musa, mən bir məsələni qeyd eləmək istəyirəm. Siz o üzbəyüz müəllimlə tələbənin imtahan götürmə məsələsini qeyd edirsiniz. Bizdə çox maraqlı bir şey var və həqiqətən qiymətləndirmədə o öz obyektivliyini göstərir. Biz monitoring imtahanları verdik semestr sonunda. Öz dərsiyyə müəllimimiz bizim imtahan nəticələrini yoxlamır. Kafedranın digər müəllimi yoxlayır və testi, həmin o sualları cavablandırdığımız vərəqinin üzərindən ad familiyamız cırılır, o kodlaşdırılır və müəllim yoxlayarkən bilmir kim. Ola bilər ki, oxuyan tələbədir, müəllim görür ki, imtahanda zəif yazıbdır, il boyu yaxşı oxuyubsa nəsə güzəş falan, amma indi elə deyil, konkret oxudun, oxumadın, imtahanda kim nə yazırsa, necə hazırlaşırsa da qiyməti obyektiv şəkildə alır və mən o bir sual vermək istəyirəm sizə. Ümumiyyətlə, bəs Musa müəllim, tarix fakültəsində deyək də, konkret olaraq gənc tələbələrin yetişməsindən, elmə, tarixə marağından razısınızmı? Tələbələr kifayət qədər öz ixtisaslarına hörmətlə yanaşırlarmı? Bəzən deyirlər ki, bəzən belə fikirlərə də biz rast gəlirik ki, biz savad bir gənclik yetişir. Mən bu fikirlə qətiyyən razı deyiləm. Girdiyimiz auditoriyalarda çox istedadlı gənclər var. Özdə bu gənclər öz düşüncələri ilə, dünya baxışları ilə tamam fərqli gənclərdir. Bəli. Onlar Sovet sistemini görməyiblər, totalitar sistemində yaşamayıblar. Müstəqil Azərbaycan şəraitində bir çoxları, tələbələr indi 21 yaşında olanları fikir verin. Bu çox parlaq bir gənclik var, vətənpərvər gənclikdir. Özdə milli hissləri, milli duyğuları çox yüksək olan gənclikdir. Elmə, təhsilə güclü meyli olan tələbələrdir və mən istedadlı çoxlu gənclər tanıyıram. Hesab eləyirəm ki, həmin gənclər Azərbaycanın gələcəyidir. Musa müəllim, ənənəvi sualda elə bu suala bir qədər siz cavab verdiniz, amma ümumiyyətlə gəncliyin, tələbələrin deyək, məsələn, mən də tələbəyəm, tələbələrin ictimai siyasi məsələlərdə aktivliyi, mövqe qoymağı, bu vəziyyət sizi qane eləyirmi? Burada müxtəlif fikirlər ola bilər. Qədimdən belə bir şey var. Deyir, gəncliyində revolüsyoner, qocalığında konservator olmayan deməli bir həyat yaşamayıb. Gənclik daim dinamikdir, məsələlərə münasibət bildirəndir. Yaşlaşdıqca insan öz qurduğunu həmişə qoruyub saxlamağa çalışar. Amma mən hesab eləyirəm ki, quru vətənpərvərliklə bir yerə gedib çıxmaq olmaz. Mütləq gənclik biliklərə yiyələnməlidir. Həmin biliklərin əsasında onlar əgər maddi təməllərini, həyata olan təməllərini, mənəvi təməllərini, bilik təməllərini möhkəmləndirirlərsə, irəli çox gedərlər. Sadəcə boş şüarlarla bir yerə getmək olmaz. Mütləq gənclik
elmə və biliyə yiyələnməlidir. Baxın, 4 ildən sonra bir şəxs nə qədər də istəsə təkrarən gəlsin, həmin auditoriyada, həmin kursda otursun, müəllimi dinləsin, demək olar ki, bu mümkün olan bir şey deyil. Ona görə o 4 ildən və 2 il magistraturadan həm bakalavrlar, həm də magistrlar səmərəli istifadə eləməlidirlər. Mənim fikrimcə, vaxtlarını boş şeylərə sərf eləməməlidirlər, elmi biliklərə yiyələnməlidirlər. Çünki bu onların gələcək həyatına faydalı olacaq. Musa müəllim, Milli Məclisdə bu məsələ müzakirə olunurdu ki, magistraturaya qəbul olunan oğlan tələbələrin hərbi möhlət verilməsi məsələsi. Burada sizin mövqeyiniz nədən ibarət oldu və bu məsələyə yenidən qayıdıla bilərmi parlamentdə? Mənim mövqeyim bir mənalıdır. Yəni mən bunu Milli Məclisdə də söylədim və indi də bu fikirdə qəti şəkildə bunun üstündə dururam. O nədən ibarətdir? Baxın, bizdə ailələr getdikcə planlaşdırılır. Belə bir fikir var idi ki, hansı ailədə bir övlad varsa və magistr təhsili alırsa, onlar hərbi xidmətə getməsinlər. Mən bunun əleyhinə olan bir şəxsəm. Niyə görə? Birinci, ailələr planlaşdırılır. Hər bir ailədə az qala bir oğlan, bir qız doğulur. Yəni, biz bunu hörmətli tamaşaçılarımızdan da mən üzr istəyirəm. Bu az qala planlaşdırılır. Fikir verin. Əgər ailədəki bir övlad, bir oğlan ordu sıralarına getməyəcəksə, bizim sərhədlərimizi kim qoruyacaq? Bizim vətən torpağını kim qoruyacaq? Axı, çarizm dövründə, ondan da sonra çarizm ümumiyyətlə bizi əskərliyə aparmırdı. Deyirdi ki, bunlar müsəlmandır, türkdülər, əlləri silahı öyrənməsin. Sovet dövründə aparırdılar, onu da deyirdilər ki, sən get, inşaat batalyonlarında, işdə silah, döyüş, deməli, hərbi hissələrində, döyüş hissələrində xidmət eləmə. Ona görə mən hesab, bu birdir. İkinci, magistratura məsələsi necədir? Fikir verin, əgər magistraturadan bir nəfər azad olunursa, bu kütləvi şəkildə tamamilə ora bir meylin artmasına gətirəcək, magistraturaya həvəsi olan da, olmayan da. Amma fikir verin, sırf magistraturaya həvəsi olub, elmin dalınca getmək istəyən şəxs gedib bir il vətənə borcunu verəcək, xidmətini eləyəcək və gələcək sonradan da yenə magistraturasında oxuyacaq və elmi davam etdirəcək. Yəni, biz böyük alimlərə diqqət yetirsək, bir də görürüz ki, biri bəlkə 10 il əskərlikdə olub, hətta dünya müharibəsi qurtarandan sonra bir neçə ildə qalıb xidmət eləyiblər. Mənim mövqeyim bundan ibarətdir və mən həmişə hesab eləyirəm ki, biz bir məsələyə qiymət verərkən ilk növbədə milli-dövlət maraqlarımızı əsas götürməliyik. Mən tələbələrin, magistrların təhsilini davam etdirməsinin əleyhinə deyiləm. Amma hesab eləyirəm ki, ilk növbədə gəlir nə? Vətən borcu. Bir insanın vətəni olmasa, istəyir gedib akademik olsun, xarici bir ölkədə işləsin, onun Azərbaycana nə xeyri var? Əgər Azərbaycan olmayacaqsa, bir dövlətimiz olmayacaqsa. Mənim düşüncəm bundan ibarətdir. Ona görə mən hesab eləyirəm ki, həm ailədə olan bir oğlan uşağı, həm də magistraturaya daxil olan şəxslər vətənə xidmət eləməlidirlər. Özdə onlar hərbi xidməti başa vurandan sonra tamamilə fərqli düşüncəli, vətənsevər, millətsevər bir şəxs olacaqlar və seçdikləri peşəyə daha sıx bağlanacaqlar. Musa müəllim, bəs gələcəkdə parlamentdə belə bir qanun qəbul oluna bilərmi? Ali təhsili olan, hərbiyə gedərkən ali təhsili olan insanla təhsili olmayan, ali təhsili olmayan insan arasında bir fərqlər qoyula bilərmi? Məsələn, ali təhsili bitirənlərin həm hərbi hissələrə, sərhəd bölgələrə salınmasında, həm hərbidə əlavə güzəştlərin verilməsi məsələsi. Bax, bu təklif oluna bilər parlamentdə? Bu hər halda gələcəyin işidir, amma mən bu şeylərə ümumiyyətlə lüzum görmürəm. Burada belə deyək, ayrı seçkili eləmək olmaz. Hamı Azərbaycan vətəndaşıdır. Hamı bu vətən torpağının üstündə gəzir. Bunun havasını udur, suyunu içir. İstər universiteti bitirən olsun, getsin Murovdağda xidmət eləsin. İstər digəri orta məktəb bitirən olsun, getsin, deyək ki, Sumqayıtdakı yanındakı hərbi hissələrin birində xidmət eləsin. Mən hesab eləyirəm ki, burada ayrı seçkilik lazım deyil. Vətən hamınındır. Təhsilindən asılı olmayaraq, hansı diploma sahibi olmasından asılı olmayaraq, o bölgünü müvafiq qurumlar, hərbi səfərbərlik idarəsi necə aparırsa, eləcə də getməlidir. Burada ayrı seçkiliyə mən yer görmürəm. Bəs Musa müəllim, ali təhsilli insanın 1 il, ali təhsil olmayanın 1 il 6 ay hərbidə olması necə? Buna mən normal baxıram.
Aydındır. Və son 2-3 sualı səsləndirmək istəyirəm Müsəmməlim. Birincisi, ən son parlamentdə siyasi partiyalar haqqında qanun qəbul olundu. Bu çünki çox-çox söhbətlərə səbəb olubdur. Bununla bağlı sizin mövqeyinizi və fikrinizi öyrənmək istəyirəm. Mən heç bir siyasi partiyanın üzvü deyiləm. Mən hesab eləyirəm ki, siyasi partiyalar haqqında qanuna edilən əlavələr və düzəlişlər Azərbaycanda demokratikləşmədə ciddi bir addımdır. Siyasi partiyalarımız bizim dövlətin maliyyəsinə dövlət tərəfindən maliyyələşdirilir və bunun başqa bir məqamı var. Müəyyən xarici qüvvələrin bizim ölkəmizdəki siyasi partiyalara nüfuz etməsinin qarşısı alınır. Bu siyasi partiyalar hansı yönündən asılı olmayaraq Azərbaycan Respublikasında yaradılıblar. Azərbaycan Respublikası qanunları ilə yaşayırlar, yaradılıblar, fəaliyyət göstərirlər və Azərbaycan dövləti də çox gözəl bir addım atıldı. Onların maliyyələşdirilmə sisteminə keçildi. Mən bunu yalnız müsbət qiymətləndirirəm. Və Musa müəllim, bir qədər də son olaraq bu sizin elmi tədqiqatlarınızdan istəyirəm bəhs eləyərsiniz. Qarşıda yeni bir kitabınız gözlənir və ümumiyyətlə bir də mənim üçün çox maraqlıdır. Sizin özünüzün tarix elmində bilinməyən elə bir hadisələr, proseslər olubmu şəxsən sizin ya da sizin komandanız bunları aşkara çıxarıbdır? Əlbəttə, şəxsi fəaliyyətlə danışmaq biraz təvazökarlıqdan uzaqdır. Amma mən 1-ci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti 3 cildliyini yazmışam. Sonra 1920-22-ci illərdə xarici dövlətlər və Azərbaycan var burada. Moskva müqaviləsi, Kars müqaviləsi, Azərbaycanın Türkiyə, İranla münasibətləri və digər qonşu ölkələrlə münasibətləri. Bundan başqa 1946-91-ci illərdə Azərbaycan beynəlxalq mədəni əlaqələrdə kitabı həm Azərbaycanda çıxıb, həm xaricdə çıxıb. 1920-45-ci illərdə Azərbaycan türklərinin istiqlal mücadiləsi tarihi İstanbulda Türkiyənin ən nüfuzlu nəşriyyatlarından biri Kaknus tərəfindən nəşr edilib. Bundan əlavə SSR-Türkiyə münasibətləri ilə bağlı və Azərbaycan-Türkiyə diplomatik siyasi münasibətləri 1920-22, SSR-Türkiyə münasibətləri 1960-1991-ci illər kitablar həm Azərbaycanda çıxıb 2 cildli idi, həm Moskvada çıxıb, həm də bu yaxınlarda hər 2 cild türk dilində, biri İstanbulda, biri Ankarada çap olunacaq və təbiidir ki, bayaq söylədim, tarixçi daim özlərində çalışmalıdır. Mən indiyə qədər Amerika Birləşmiş Ştatları Milli Arxivlər və Hesabatlar İdarəsində çalışmışam. Praqada ATƏT arxivində çalışmışam. Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər üzərində işləmişəm. Viyanada BMT kitabxanasında və sənədləri ilə çalışmışam. Türkiyə arxivində və İstanbulda Osmanlı arxivində çalışmışam. Gürcüstan arxivində, Gürcüstan Mərkəzi Tarix Arxivi və Gürcüstan ən yeni tarix arxivində çalışmışam. Moskvada Xarici İşlər Nazirliyinin arxivi, ən yeni tarix arxivi, o siyasi büronun arxividir. Sosial-siyasi tarix arxivində, hərb tarixi arxivində, fotokino sənədlər arxivində və bir də Azərbaycan arxivlərində çalışmışam və artıq bir neçə kitab demək olar ki, nəşr olunmaq ərəfəsindədir. Sağlıq olsun, bunu əvvəlcədən söyləməyək, amma hesab eləyirəm ki, hər bir tarixçi bu işləri görməlidir və gətirdiyim bir sıra arxiv materiallarını mən istifadə etdikdən sonra deməli, öz arxivlərimizə təqdim eləmişəm. Məsələn, Britaniya Foreign Office-in Azərbaycanla bağlı 1917-ci, 20-ci illər tarixi ilə bağlı sənədləri öz arxivlərimizə mən istifadə etdikdən sonra vermişəm. Hesab eləyirəm ki, bizim digər tədqiqatçılarımız da bundan yararlanmalıdır. İndi Azərbaycanda tarixçilər üçün çox gözəl bir şərait yaranıb. Kim tarixi tədqiqatla məşğul olmaq istəyirsə, başını aşağı salıb o tədqiqatla məşğul olmalıdır. Bütün gözəl şəraitlər var. Arxivlər qapalı deyil, açıqdır. Tarixçinin üzərində heç bir baskı yoxdur. Arxivə girəcək, nəyi görəcəksə onu yazacaq və mən güman eləyirəm ki, bu yaxınlarda inşallah ermənilərin ümumiyyətlə tarixən türklərə qarşı törətdikləri qırğınlarla bağlı arxiv materialları əsasında yazdığım bir kitabı başa çatdıracağım.
Eləcə də başqa planlar da var. Bunda inşallah gələcəkdə söhbət edərik. İnşallah o kitabınızı mən də mütləq əldə edib oxuyacağam. İnşallah. Musa müəllim, son sualımı vermək istəyirəm, axırıncı sual. Bunu tələbələrlə bağlı bayaq siz qeyd etdiniz, amma bunu həmişə bütün qonaqlara sual verirəm. Ümumiyyətlə, Musa müəllim, hazırki dövrdə Azərbaycan gəncliyinin istər elmdə, istər siyasətdə, bizim parlamentdə də gənc millət vəkilləri var. Hər bir sahədə Azərbaycan gəncliyinin hazırki vəziyyəti sizi qane edirmi, yoxsa gənclik daha çox şeylər edə bilər sizcə? Yox, mən, baxın, biz 21-ci ildir müstəqilliyimizin içərisindəyik. Görün, Azərbaycan gəncliyi haralarda var. Amma Sovet dövründə o qədər məhdudiyyətləri mərkəz qoymuşdu ki, bu imkanlar yox idi. Bugün Azərbaycan gəncliyi üçün bütün imkanlar var. İdmanda var, təhsildə var, fikir verirsiniz, beynəlxalq yarışlarda var. Digər hansı sahələri götürürsə götürün, Azərbaycanlılar orada vardı. Eləcə də indi mənim iqtisadiyyat sahəsini mən çox zəif bilirəm. Yəni, o sahə ilə məşğul olan adam deyiləm. SSR dağılandan sonra, Azərbaycan müstəqil olandan sonra dünyadakı Azərbaycanlı iş adamlarının sayına baxın. Görün, nə qədər çoxalıblar. Bu, bizim millətin bacarığından irəli gəlir və mən hesab eləyirəm ki, gənclik universitetlərdə, oxuduğu illərdə əsasən diqqətini təhsilə yönəltməlidir. Çünki bu 4 ildə əgər o 4 il boşuna gedərsə, hədər gedərsə, sonradan onun əzabını çəkəcəklər, altını çəkəcəklər və sonraki peşmançılıq da fayda verməz. Musa müəllim, son sözlərinizi almaq istəyirəm. Mən sizə dəvətə görə təşəkkür edirəm. Hörmətli tamaşaçılarımıza çox minnətdaram, bizi diqqətlə dinlədilər. Sağ olun, var olun. Bəli, hörmətli tamaşaçılar, bugün studiyamızın qonağı tarixçi alim, millət vəkili Musa Qasımlı idi. Çox maraqlı və səmimi söhbət oldu. İnanıram ki, növbəti verilişlərdə biz yenə görüşə biləcəyik. Hələlik sağ olun, salamat qalın.